Sosial şəbəkələrdə İranın vurulan nüvə obyektlərindən Azərbaycana radiasiyanın sızması ilə bağlı narahat edici iddialar paylaşılıb. Məsələ ilə bağlı ölkənin aidiyyəti qurumları Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə rəsmi açıqlama yayıblar. Nazirliklərin mətbuat xidmətlərinin yaydığı birgə qeyd edilir, bildirilir ki, bu iddiaların yerində araşdırılması üçün mütəxəssislərdən ibarət mobil qruplar ölkənin cənub sərhədləri boyunca ümumilikdə 30 məntəqədə, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi cihazlarla radiasiya fonunun ölçülməsi məqsədilə geniş miqyaslı müayinələr aparıblar. Aparılan müayinələr vaxtı ətraf mühitdə radiasiya fonunda hər hansı çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi şəkildə davam etdirilir. Qurumlar vətəndaşları yalnız rəsmi mənbələrə istinad etməyə və sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara inanmağa tələsməməyə çağırıblar. İsrail və İran arasında artan gərginlikdən sonra qarşılıqlı gərginlik davam edir. Turkistan az məlumat verir ki, dünən İsrailin İrana endirdiyi hava hücumlarında bir çox yüksək rütbəli İranlı komandirin həlak olmasının ardından İranın dini lideri Xamneyinin evinin də qorunduğu bildirilib. Yerli şahidlərin New York Times qəzetinə verdiyi məlumata görə İsrail İranın ali dini lideri Ayətullah Əli Xameneyi və İran prezidenti Məsud Pezeşkiyanın iqamətgahları yaxınlığındakı əraziləri hədəfə alıb. ABŞ mətbuatı İranın hava hücumundan müdafiə sisteminin fasiləsiz işlədiyini yazıb. İslam İnqilabı Keşikçiləri Korpusunun daha bir komandiri İsrailin hücumlarında ölüb. Sepah Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə komandanı General Davud Şekyan ölüb. Məlumat bir neçə saat əvvəl korpusa yaxın mənbələr tərəfindən rəsmən təsdiqlənib.